Əziz xanımlar, bilirsiniz 8 Martda kişilərin sizə hədiyyə elədiyi bu gözəl buketlər, bu gözəl güllər necə əkilir, necə hazırlanır? Bax, bu prosesi sizə göstərəcəm. Kənd adamı Maştağa kəndinə gəlib. Dədə-babadan Bakı kəndlərində gülçülük təsərrüfatları olub. İndi də bu ənənələri qoruyub saxlayanlar var. Kənd adamı bu dəfə gül yetişdirilməsi, buket hazırlanması işini görəcək və sizə də göstərəcək. Salam əleykum. Aleyküm salam. Burada bir xanım var, gələn nə iş görür? Xoş gördük. Adınız nədir? Günel. Zambaqlar dünyasına düşmüşəm. Bir dəfə də bu qədər zambağı bir yerdə görürəm. Siz burada nə işləyirsiniz? Agronom. Agronomsunuz. Bəli. Harda oxumusunuz? Agrar Universiteti. Nə gözəl. Agrar Universitetinin neçənci il tələbəsiniz, məzunusunuz? 2025. Yeni bitirmisiniz. Bəli. Və burada işləyirsiniz. Bəli. Buna soğanaq deyirlər. Bəli. Biraz danışın da, maraqlıdır. Bax, kənd adamına baxanlar, mən də Maştağa kəndinə gəlmişəm də bu dəfə. Danışın görün ümumiyyətlə bunu necə yetişdirirsiniz? Bu nədir, necədir? Bu zambağın hansı növüdür? Biz soğanları Hollandiyadan əldə edirik. 3 həftə müddətində 5 dərəcə temperaturda soyuducuda saxlayırıq. Noyabrda gətiririk. Noyabrda gələndə bizə artıq bu soğan formasında olur. Kökləndikdən sonra isə istixananın temperaturu 16 dərəcə olmaqla istixanaya çıxardırıq. İstixanaya çıxdıqdan sonra isə artıq yavaş-yavaş orada gördüyümüz kimi böyüməyə başlayır. Ora keçəcək. Siz mənə hidroponika nədir, onu izah edin. Nə deməkdir hidroponika? Hidroponika yəni su sistemindən istifadə edirik. Yəni torpaq olmur orada. Xeyr, olmur. Torpaqdan aralı. Bəli, kənarda yetişdirirsiniz. Tamamilə torpaqsız. Bu sərfəlidir. Yəni bəli, daha doğrusu üstünlüyü nədir? Yəni bunun torpaqda daha gec yetişir, ancaq su sistemində, yəni hidroponika sistemində daha tez yetişir. Plus da ki, ən keyfiyyətli güllər burada alına bilər. Suyu necə verirsiniz? Damlama suvarma sistemi görürəm. Bəli, damlama suvarma sistemi. Siz də savadlı bir gənc aqronom kimi öz töhfənizi verirsiniz də bura, hə? Bəli, bəli. Kənd adamının bir dənə xahişi var. Hara getdim, sonra da mütləq iş görməliyəm. Bu görürəm orada içəridə güllər yığılır. Tülpanlar hamısı belə deyək də buketlənir, buketlər də satışa gedir. Çünki xanımların özəl bayramıdır da 8 Mart Beynəlxalq Qadınlar Günü. Elə orada da işləyən xanımlarla da söhbət edəcəm birazdan. Amma burada nə iş var? Mənə bir iş tapşırın, bir iş görək. Gəlin bir dənə göstərək. Bu üstü örtülü qutularla, korobkalarla örtmüsünüz bunu, kartonlarla. Niyə örtmüsünüz bunu? Bunların boya tez getməsini, çiçəyi daha tez açmasın deyə üstünü kölgələmə sistemi eləyirik belə. Yəni günəşdən belə deyək, təbii işıqdan bəli, aralayırsınız, uzaqlaşdırırıq ki, onlar qaranlıq rejimdə birdən-birə işığa keçəndə daha tez boyu versin və çiçəyi daha tez yetişsin. Zambaqlardan nə qədər, neçə növünü gətirirsiniz 45 növ. 45 növ. Bəli, 1 milyon 200 min. 1 milyon 200 min ədəd zambaq. Bəli. 1 milyon 200 min ədəd zambaq görün nə qədər pul eləyir. Super, yəni gül kimi biznesdir də. Bu hansı növdür? Limuzin. Limuzin, nə maraqlıdır? Limuzin. Bu əlindəki böyüyüb limuzin olacaq, hələ ki balacadır. Gəlin bunun böyümüş versiyasına baxaq. Əssalam. Bu o limuzinlərin uzun versiyasıdır da, hündür artıq, hə? Böyüyüblər onlar. Baxaq. Bu hamısı sarı olur, yoxsa rəngləri fərqli olur? Bəli, sarı. Limuzin sarıdır. Bəli. Yaxşı, başqa hansı rəngdə var? Yəni 45 növün hərəsi fərqli rənglərdədir də, hə? Məsələn, onlar super modeldir. Super model. Bəli. Onların duruşu da fərqlidir ha. Belə çox belə dik. Və rəngi də fərqlidir. Rəngi də yarı ağ, yarı rozlu. Bunların hamısını başa düşdüm. Yaxşı, indi mən nə iş görüm? Mənə bir iş tapşırın işləyim. Amma mən qolumu artıq çırmalıyım, necə deyərlər. Nə iş görə bilərik indi biz burada? Orada cəmaət gül buketləri hazırlayır. Bunları yığırsınız buradan, soğanaqlı, hə? Aparırsınız ora. Lazımdır. Kənd adamı limuzin tülpanları, limuzin zambaqlarını yığacaq. Bəzən gənclər özlərinə ənənəvi və cəlbedici peşələr axtarırlar. Baxın, gənc bir xanım əziyyətdən çəkinmir, uğur qazanır və bu sahəyə böyük həvəs göstərir. Halal olsun. Bəli. Çox lənk istəyirəm, hə? Kişilər indi gül dükanlarında gözləyirlər ki, tülpanlar gəlsin, öz həyat yoldaşlarına 8 Martda hədiyyə eləsinlər. Belə sürətlə işləmək olmaz. Daha tez işləmək lazımdır. Kömək lazımdır? Mütləq Günel xanım, sizin köməyiniz həmişə lazımdır. Təcrübəli mütəxəssis, aqronom kimi. Bunu da götürək. Getdik onda bunu kəsməyə. Əməlli başlı iş gedir burada. Salam əleykum. Yorulmayasınız. Yenə biz nə edirik? Bunları soğanlardan azad edirik. Nətər bir dənəsini göstər zəhmət olmasa. Buyur. Baxım görüm. Əslində sirrini də açıqlaya bilərəm. Açıqla. Bu və bu. Boyunda fərqi görürsüz. Var, fərq var. Hə. Çox fərq var. Bu limuzinlər, bayaqlarım sizə dedim ki, boy balaca olanlar. Hə. Üstünü örtdükdən sonra yenə boy balaca olarsa əgər, biz bu soğanları bu formu kəsirik, içindəki qalan boyunu da çıxardırıq ki, biraz da boy əldə eləyək. Çox maraqlı. Amma hündür məsələn bu tipli soğanlarımız olarsa, bunu belə bu formu kəsirik. Sındıra bilirsiniz. Başa düşdüm. Aydındır. Əla. Deməli bu hazırdır artıq. Bu bir, bu da hazırdır. 2. Bunun boyu hündürdür. Deməli bunu kəsmək. Yoxsa bəli, qıra da bilərsiniz. Qırmaq olar məncə bunu. Çünki boyu bunun qırılır ha. Qıramaz.
Niyə qırılmadı? Çünki siz qıra bilməlisiniz. Yaxşı, bunu göstərin necə qırmaq lazımdır. Mən zədələdim hə. Bəli. Ay vay vay. Kəsmək daha yaxşıdır onda. Daha. Qırmağı da öyrənmək lazımdır. Oy. Nə maraqlı qırdınız siz bunu. Bəli. Cəhd eləyim. İsti qıra. Alındı. Bu zibilləri yığırıq bura, soğanaqları daha doğrusu. Bəli. Bu soğanaqları nə edirsiniz sonra? Əkilə də bilər. Yəni Əkilə də bilər yəni. həyət yanı sahələrdə Təkrar istifadə əkmək olunur. mümkündür bunu. Bəli. Ha, yeri gəlmişkən, mən misal üçün rayonda yerim var, gəlib xahiş edirəm ki, Florumdan, sizdən mənə soğanaqlar verin, əkim. Verirsiniz bunu? Ya satırsınız? Bəli, bəli. Xeyr, bunlar ödənişsizdir. Ödənişsiz hədiyyə edirsiniz. Bəli. Və bunu əkib eyni formada zambaqları əldə eləmək olar. Boyunda biraz fərq olasıdır amma. Boyunda yenə biraz də fərq olacaq, olur. bəli. Biz deməli bunları kəsdik, doğradıq, hazırladıq. Sonuncu Buketləmə. mərhələ buketlərin hazırlanmasıdır. Bəli. Burada xanımlar var. Yorulmayasınız. Burada nə qəşəng buketlər var. Salam əleykum. Aleykümselam, xoş gəlmisiniz. Adınız nədir? Pakizə. Bakizə xanım, mən istəyirəm kənd adamı kimi sizə kömək eləyəm. Aha, buyurun. Bax, bu buketləri yığdığım bu limuzindir də, hə? Günel Aha, xanım bəli. dedi ki, limuzin Bəli. yığmışıq, soğanaqdan ayırdıq, qəşəng işləmişəm. Qalıb axırıncı mərhələ. Buket. Sizlə bərabər bunu qəşəng bir buket deyə sonra gəlib alsınlar, aparsınlar. 8 martda hədiyyə eləsinlər. İnşallah. İstəyə bilərik. Bəli. Mən gəlim sizin yanınıza. Gəlin, buyurun. Hə, nədən başlayırıq? Nə edirik burada? Buyurun, ilk mərhələ olaraq buketi səliqəli şəkildə. Boya görə məsələsi var, yoxsa Bəli, necə? bunların başları düz olmalıdır. Mən də düzəldim də. Elə ancaq elə özünüz düzəldirsiniz. Buyurun, siz başlayın, mən də başlayacağım. Neçə dənədən yığırıq? indi ona Neçə görə? dənə yığırıq? Məsələn, 15, 17 belə say olaraq. Bunun Məsələn, biri 21. neçəyə sir deyilsə, bir dənəsi. 20. 2 manat 20 qəpik. Burada 2 manat 20 qəpikdən gül mağazalarında qiymətlər fərqlidir. Vay kişilərin halına. Hə, yığdıq bura, deyən sayım da bunu. Aha, sayın səliqə ilə 2, 3, 4, 5, 6, 7 oldu 11. Pakizə xanım deyir ki, gəl 15 eləyək. Dedim eləyək. 2 dənə buket düzəldək. İşin peşəkarı başqa şey. Bu həm təsərrüfat işidir, həm də biznes işidir. Bəli. Təsərrüfat ona görə ki, aqronomik məsələlər var. Gülü yetişdirmək, becərmək, bunu Hollandiyadan gətirmək. Bəli. Burada Azərbaycan torpağına, eyni zamanda iqliminə hardasa müəyyən mənada. Uyğunlaşdırmaq, Sizdə bəli. düzdür, parniklərdir, istixanalardır, amma burada hidroponika sistemi var. Torpaqdan ayrı suyun içində saxlayırsınız. Buna nə qədər əziyyət çəkilir. Eyni zamanda axırda təbii ki, məhsul yaxşıdır. Yenə onu mən Buyurun. yapışdırım, nə olar? Mən də bir işin qulpundan yapışım da. Neçə dəfə? Bəsdir. Bəs eləyir. Ölçü olaraq. Bunu mən kəsim. Siz deyəsən işləməyə başlayın. İşləmək, bəli. Kənd adamı işləməlidir. Nə manat? Birinci dəfədə kənd adamı buket hazırlayır. Harada görmüşəm. Orada xanım zərifliyi lazımdır. Buket demək olar ki, hazırdır. Lenti də bağladınız. Nə qaldı? Stiker qaldı. Florum. Florum. Baksa xanım, gül düzəldən, gül işin içində olan adamların özünə gül hədiyyə eləyəndə hansı reaksiya verir? Çox maraqlıdır. Əslində maraqlı bir sual oldu. Tez-tez gül hədiyyə eləyirlər sizə. Gülün içində işləyirəm. Siz özünüz gülün Gülləri də içindəsiz də bütün gün. Sevirəm, bəli. Bizim buketlərimiz hazırdır. Sizin bu- Pakizə xanımla mən, bir də təbii ki, Günel xanım köməklədi, əməkdaş, agronom. Özümüz yığdıq, limuzinlərdir bunlar. Bəli. Və hazırladıq, artıq satışa göndərmək olar. Gəl ay müştəri! Vəssalam, getdik. Ya Allah. Həmişə fikirləşirdim ki, gül mağazalarında olan gülləri kimlər hazırlayır? Bax, bu xanımlar hazırlayır. Onların simasında, onların timsalında bütün Azərbaycan xanımlarını, bütün zəhmətkeş Azərbaycan qadınlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə kənd adamı adından təbrik edirəm. Bayramınız mübarək xanımlar. Çox sağ olun.